7-ci testin izahına baxaq. Bir də yenə definition qaydasıdır. Forget unutmaqdır. To be unable to remember 1-ə olacaq bu. Follow izləmək, təqib etmək 2 olacaqcı. Foresee proqnoz vermək, öncədən görmək 3-ə də olacaqdır. A variantı, B, C, A. Olur cavabımız D. İndi baxırıq 2-də deyir ki, choose the correct sentence in the passive voice. Məchulda olan doğru cümləni. Yəni mənə məchul növ düsturu lazımdır. Be üstəgəl participle to lazımdır. A variantında to be yoxdur, B-də to be yoxdur, C-də to be yoxdur, D-də to be yoxdur. Qalır cavabım E variantı. Was examined. Was və üstəgəl participle to. Bəli. Məchul düsturu var. 3-də interrogativ yenə sual, sual sözüm gəlibdir. Ondan sonra qətiyyən heç bir sual sözündən sonra mübtəda gəlməz. Who, what, which of-dan sonra xəbər gələr. Yerdə qalanlardan sonra köməkçi mübtəda xəbər gəlməlidir. Köməkçi mübtəda xəbər E variantı. Bəs D-də səhv nədir? Köməkçi xəbər sonra mübtəda gəlib. D variantı səhv. 4-də hot chocolate sayılmayan təkdədir, xəbəri təkdir, 1-i götürdüm. Of-dan əvvəl cups cəmdədir, were götürdüm, 1-2, 1-2 A variantı olacaqdır. 3-də was təkdədir, of-dan əvvəl cups cəmdədir, of-dan əvvəl cup təkdədir, were cəmdədir, səhvdir, 1-2 olacaqdır. 5-də information center, center sayılan təkdir, EN artiklı gələr, BC getdi. Information sait səslə başladığına görə N artiklı olacaq A variantı. 6-da Sunday day var, ondan işlənəcəkdir. Drove up to the station, stansiyaya. Yaxşı, bu hissəni tapa bilmədinsə, 3-cü tərəfə bax, taksi, maşın, ümumiyyətlə nəqliyyat vasitələri ilə, əgər qarşısında təyin edici yoxsa, by işlənəcək C variantı. D səhvdir, with ola bilməz. 7-də nöqtələrdən əvvəl ət gördüm sözünü, sözün üstəgəl ing, gerund gələcək C variantı. 8-də make-up olacaq, baxaq görək. 2 don't judge, mühakimə etmə insanları by their appearance. Cavabım olacaqdır D variantı. Əksəriyyət bunu götürür people 5, 2, don't judge. İnsanlar etmir. 5, 2, 3, 5, 2, 3. B variantı. İndi baxaq görək B niyə səhvdir. Deyə bilərsiniz ki, müəllim, mən hardan bildim ki, bu əmr cümləsidir. Yəni bunun tam sıradan sadə bir cümlə olduğunu, yəni nəqli cümlə olduğunu hardan biləcəm ki, deyil. Baxıram ki, 5 people don't judge. Bu formada verdik. Sonra gəlibdir by appearance their. Bax, bu yəli əvəzli idi their. Yəli əvəzli cümlənin sonuna ata bilmərəm. Axı, bundan sonra isim gəlməli idi. İsim. Deməli, söz sırası səhvdir. B getdi, qaldı D variantı. 9-a gəlirəm. Bat gördüm. Batdan sonra inkardırsa, batdan əvvəl təsdiq olmalıdır. İnkarları çıxıram. Did veribdir. Could-un köməkçi sözüdür. Might-in köməkçi sözüdür. Qalır D variantı. 10-da at 2 o'clock tomorrow, sabah saat 2-də. Gələcək zaman will. 11-də I don't verib, inkardır. İnkara inkar verərəm. So, to, also-ları çıxıram. E variantında Ayzır inkarın sonunda gəlməlidir. A qalır. A-nı niyə saxladım? Ayzır yenə inkarın sonunda gəlməlidir. Qalır C variantı. Baxıram ki, don't-dur. Not nəyə qoşulubdur? Do-ya. Köməkçim do, does ola bilər. Deyə bilərsiniz, do veribdir. Niyə görə does vermişəm? My sister 3-cü şəxsin təkidir. Təbii ki, ondan does olacaqdır. Do olmaz. 12-də dən müqayisə dərəcəsidir. More lazımdır. More. B variantı. Sinonimlər istəyir. Improve, yaxşılaşdırmaq, decrease, azaltmaq, antonimdir. Ruin, körləmək, xarab etmək, construct, qurmaq, inşa etmək. Deməli, qalacaqdır 2 ilə 3. Spread, circulate, claim, demand.